Varikoseliniz var, mütləq dərəcədə əməliyyat olmalıdır və yaxud da müdaxilə olmalıdır. Yaxşı, varikoseli biz necə müdaxilə edirik, onun haqqında danışaq. Əvvəllər bizdə klassik metod olan, yəni normal şəkildə 3-6 santimlik kəsi aparılaraq qasıq bölgəsinə, orada hissəli şəkildə içəri girib, orada damarları tapıb, problem yaradan damarları bağlayırdıq və beləliklə də varikosel söhbətindən də qurtulurduq. Sadəcə bu bildiyimiz hər zamanki kimi klassik yöntəmdir. Biz burada nə mikroskopdan istifadə edirik, nə və yaxud da yardımcı cihazlardan istifadə edirik. Bunun gözəlliyi nədir? Sadə olmasıdır, amma ki dezavantajı bunun təkrarlanma riskidir. Yəni bəlli bir vaxtdan sonra varikosel təkrarlaya bilir. İndiki müasir dövrdə ən golden standart dediyim, yəni bizim qızıl standart dediyimiz mikroskopik şəkildə varikosel əməliyyatının icra olunmasıdır. Burada biz 10 böyütmədən istifadə edirik. Yəni bir cihazdan istifadə edirik və bu cihaz ilə biz əməliyyat sahəsini 10 dəfə böyüdə bilirik və beləliklə də oradakı damarları daha yaxşı, daha detallı şəkildə görə bilirik. Oradakı sinirlərdir, limfa damarları daha gözəl şəkildə görsənir və biz orada toxumaları maksimum dərəcədə saxlayaraq, daha diqqətli şəkildə əməliyyat eləyərək xəyanın ömrünü daha da uzada bilirik və beləliklə də varikoselin təkrarlanma riski də ciddi şəkildə geriləyir. Üçüncü metodumuz nədir? Üçüncü metodumuz laparoskopik şəkildə varikosel əməliyyatının icra olunmasıdır. Yəni bildiyimiz qapalı yöntəmlə qarın şişirlərək orada damarların daha yuxarı səviyyələrdə bağlaya bilirik və beləliklə də varikoseldən qurtula bilirik. Bunun dezavantajı təqribən 10 ildən sonra varikosel təkrarlaya bilir. Dördüncü metod isə cərrahi olmayan müdaxilədir. Bu nədir? Bu invaziv radioloqlar ilə məsləhətləşdikdən sonra bədənimizin hər hansı bir damarından girərək orada bizə xaya damarlarına qədər çatırıq, xüsusi kontrastlar verilərək rentgen altında o damarlar hamısı tapılaraq bir-bir oraya ya lazer ilə və yaxud da oraya yapışdırıcı maddə uyğulanaraq o damarla bağlanılır və bağlanıldıqdan sonra da varikosel söhbəti artıq yox olur və xaya da başlayır düzgün şəkildə işləməyə. Dördüncü metodu biz daha çox, yəni invaziv radioloqların etdiyi cərrahiyyəni biz daha çox artıq təkrarlayan varikosellərdə edirik ki, xəstə təkrardan orada əməliyyat olmasın. Çünki oraya hər hansı bir gərəksiz müdaxilə, yəni cərrahi müdaxilə ciddi fəsadlar verə bilər. Xəya sağlığını ciddi şəkildə təhdid edə bilər. Hansı metod sizin üçün daha uyğundur? Bunun qərarını vermək təcrübəli uroloq və yaxud da androloqların görəvidir. Yəni siz olun, ucuz olsun deyə sadəsinə qaçmayın. Bunun kimi daha məlumatlandırıcı videolardan xəbərdar olmaq üçün YouTube səhifəmi bəyənməyi və abunə olmağı unutmayın. Şərtlərinizi də sevərək cavablandırmağa çalışacağam.